sintez. Yaradıcı adam üçün nə yaradır? Bir laboratoriya formalaşdırır. Bu yaradıcılıq forması da əsasən hansı konsepsiya üzərində qurulur? Elmin fəlsəfəsinin bədii yaradıcılıqda ifadə konsepsiyası üzərində qurulur. Elmi fəlsəfi dünya görüş və ədəbiyyat həmişə antik dövrdən üzübəri həmişə birlikdə olur. Ədəbiyyat özü də düşüncə məsələsidir. Ədəbiyyat təkcə hiss duyğu məsələsi deyil. Ədəbiyyat bədii yaradıcılıq həm də düşüncə məsələsidir. Ümumiyyətlə sənət obrazlarla danışan fəlsəfədir. Deyir şairlər poetik düşünən filosoflardır. Bəlkə nə vaxtsa daha çox düşüncə mərkəzinə çevriləcək, bəlkə də tədricən sönüb gedəcək. Hər halda hər bir elmi yenilik, fəlsəfi məsələn sistem, irəli sürülən nəzəriyyə, konsepsiya ya uzun müddət yaşayır, yaşama haqqı qazanır, ya da ki tədricən sönməklə məşğul olur. Həmişə təkmilləşməyə ehtiyacı var. Salam dostlar, Füyuzat televiziyasında mən Tural İsmailovun təqdimatında arxa plan verilişinin növbəti buraxılışını izləyirsiniz və biz fəlsəfi məsələlər, fəlsəfi müzakirələri həmişə diqqət mərkəzində saxlayırıq. Çünki fəlsəfi dünya görüşü olmadan nə ədəbi yaradıcılıq, nə elmi fəaliyyət yetkin olmaz deyə düşünürük və fəlsəfi dünya görüşü zəif olan cəmiyyətlər də bu günə qədər dünyanın nə ədəbi yaradıcılığına, nə də elmi fikir tarixinə əsaslı və köklü şəkildə hansısa pozitiv yeniliklər gətirməyiblər. Bu gün yaradıcılıq və fəlsəfənin qarşılıqlı əlaqələri haqqında çox maraqlı bir müzakirə aparacağıq və arxa planda mənim qonağım da kifayət qədər çox vektorlu fəaliyyəti ilə tanınan bir insandır. Arxa planda mənim qonağım riyaziyyatçı, filosof, şair, esseyist, yazıcı, tərcüməçi Professor Əlişirin Şükürlüdür. Əlişir müəllim, xoş gəlmisiniz arxa plana. Xoş gördük sizi. Əlişir müəllim, siz riyaziyyatçı, filosofsuz, amma biz sizi ədəbiyyatçı, yazıcı, şair, esseyist, tərcüməçi kimi tanıyırıq. Əvvəlcə çox maraqlı bir məqam var. Dəqiq elm üzrə bu qədər nailiyyətləriniz var, amma yaradıcılıqda da öz imzanızla, öz kreativ və yeni yanaşmalarınızla fərqlənmisiniz. Bir qədər sonra yaratdığınız cərəyana da toxunacağıq. Riyaziyyat və ədəbiyyatı necə əlaqələndirdiniz? Bu çox maraqlıdır. Mən riyaziyyatın çox maraqlı bir sahəsi ilə məşğul olurdum. Lap gəncliyimdən məşğul olmağa başladım. Birinci riyaziyyatın fəlsəfəsi ilə başlamışdım tədqiqat işlərimiz. Sonra elə oldu ki, müəyyən səbəblərdən istiqamət dəyişdi və riyaziyyatın ehtimal nəzəriyyəsi deyilən bir sahəsi ilə məşğul olmağa başladım. Bu ehtimal nəzəriyyəsini də nəyi öyrənir? Sadə dildə desək, təsadüfiliyi, riyazi modellərini öyrənən bir elm sahəsidir və ona görə mənim elmi yaradıcılığımda riyaziyyatla fəlsəfə daim sintezdə olub. Və eyni zamanda gəncliyimdən bədii yaradıcılıqla məşğul olmağa başladım. Təbii ki, həm riyaziyyat, həm fəlsəfə. Sonra isə birbaşa tədqiqat işimi peşəkar səviyyədə elm fəlsəfəsi üzərində qurmağa başladım. Yəni, qeyri-səlis çoxlular nəzəriyyəsinin çox məşhur, bizim Dahi Lütfizadənin dünyaya gətirdiyi yeni bir təfəkkür tərzi, düşüncə tərzi, elmi nəzəri sahəsi qeyri-səlis çoxlular nəzəriyyəsi və onun əsasında formalaşan qeyri-səlis məntiq və hazırda onun fəlsəfi təhlili ilə məşğul oluram. Yəni, elm fəlsəfəsinin əsas istiqaməti bundan ibarətdir. Təbii ki, bu elm fəlsəfəsindən məşğul adam digər elm sahələrinə də bələd olur. Deməli, riyaziyyat, sonra gəldi fəlsəfə, yəni riyaziyyat sırf fundamental elm, sonra fəlsəfi araşdırmalar və bədii yaradıcılıq. İstər-istəməz bu üç sahə sintez. Yaradıcı adam üçün nə yaradır? Bir laboratoriya formalaşdırır, yaradıcı bir laboratoriya formalaşdırır və bunun sayəsində də bu üç sahənin paralelliyi və kəsişmə, kognitiv kəsişməsində, əqli kəsişməsində deməli, mənim yaradıcılığım laboratoriya formalaşdı. Bu yaradıcılıq forması da əsasən hansı konsepsiya üzərində qurulur? Elmin fəlsəfəsinin bədii yaradıcılıqda ifadə konsepsiyası üzərində qurulur. Və bilirsiniz də, bu elm və elmi fəlsəfi dünya görüş və ədəbiyyat həmişə antik dövrdən üzübəri həmişə birlikdə olub. Elmi fəlsəfi dünya görüş həmişə ədəbiyyata necə deyirlər, transformasiya olunub, ədəbiyyatda özünü büruzə verir. Antik dövrdən üzübəri çoxlu nümunələr var. Mən onların üzərində dayanmaq istəmirəm. Hətta gəldi Şərqdə orta əsr dövrü Nəsrəddin Tusinin özünün elmi əsərlərinin bir qismini şeir formasında yazıb və digər bir çox bax belə
elm adamlarımız, ədəbiyyatçılarımız belə deyək, bədii yaradıcılıqla məşğul adamlar həmişə bu mövcud olub. Elm və fəlsəfənin kəsişməsi həmişə var və nə mənada? Eyni zamanda elm, fəlsəfə bir dünya görüşü formalaşdırandan sonra istər-istəməz bədii yaradıcı da bir düşüncə vasitəsidir. Çünki Əlişirin müəllim, təbii ki, bax, fəlsəfə bir dünya görüş forması olaraq bütün elmlər üçün vacibdir. Bəli. Amma məsələn riyaziyyatla o yaranan təsəvvürü deyirəm də, sizə sanki riyaziyyatla ədəbiyyat arasında biri dəqiq elm, digəri daha çox yaradıcılıq və humanitar bir sahə, sanki həmişə bir körpü varmış kimi bir təəssürat var. Necə düşünürsünüz? Bu haqlı təəssüratlardır. Bəli, haqlı təəssüratdır. Niyə görə? Çünki peşəkar riyaziyyatla məşğul adamlardan istər-istəməz müəyyən qədər məntiqi təfəkkür formalaşır. İstər-istəməz dünyaya bir fəlsəfi düşüncə tərzi formalaşır və düşüncə sistemi yaranır, bir özünə məxsusluq. İndi bədii yaradıcılıqla da məşğul olanda nə yaranır? İstər-istəməz ədəbiyyat özü də düşüncə məsələsidir. Ədəbiyyat təkcə hiss duyğu məsələsi deyil, çoxdan bu konsepsiyadan kənarlaşma baş verib. Ədəbiyyat, bədii yaradıcılıq həm də düşüncə məsələsidir. Düşüncə məsələsi olsa riyaziyyat, riyaziyyatın qurduğu məntiq, məntiqin aşıladığı ideya, sonra fəlsəfi dünya görüş və fəlsəfi dünya görüşlə dünyanın hadisələrinə, proseslərinə, varlığa baxış və onu bədii obrazlarla ifadə eləmək. Səhv eləmirəmsə Camusda deyir ki, ümumiyyətlə sənət obrazlarla danışan fəlsəfədir. Maraqlı fikirdir. Çox maraqlıdır. Və yaxud da ki, məsələn, dili, bütün məna, varlığın mənası dildə gizlənib, Heidegger deyir. Və bunun ən gözəl ifadəsi, bu mənanın ən gözəl ifadə tapmasının yolu incə sənətdir, xüsusilə poeziyadır. O da gözəl bir ifadə işlədir. Deyir, şairlər poetik düşünən filosoflardır. Bir də ki, riyaziyyat, fəlsəfə, bütün elmlər vaxtı ilə naturfəlsəfənin tərkibində olurlar. Yəni, oradan çıxıblar. Ona görə bütün elmlərin fəlsəfəsi var. Riyaziyyatın da, biologiyanın da, fizikanın da və digər müasir elm sahələrin hamısı. Təsəvvür edin, qeyri-səlis məntiqin fəlsəfəsini araşdırırıq. Varlıq nədir? Varlığın bu idrak, qeyri-məntiqi təfəkkür tərzi varlığı necə görür? Varlığın hansı ontoloji xüsusiyyətlərini üzə çıxarır? Necə öyrənir varlığı? Təsəvvür edin ki, qeyri-səlis məntiq birində bir şey irəli sürmüşük konsepsiya, qeyri-səlis epistemologiya, yəni düşüncə, idrak nəzəriyyəsi. Məsələn, qeyri-səlis məntiq, görürsünüz, belə götürəndə məntiqin ümumiləşməsidir. Klassik məntiqin ümumiləşməsidir və ya qeyri-səlis çoxlular nəzəriyyəsi. Klassik çoxlular nəzəriyyəsinin ümumiləşməsidir, amma həm də yeni bir təfəkkür tərzi yaratdı. Düşüncə tərzi yaratdı və bu düşüncə tərzindən sən istərsəmsə ədəbiyyatda da qaça bilmirsən. Hadisələrə istər-istəməz sən o fəlsəfə ilə elmin belə deyək də sintezində baxırsan. İnsanın vaxtı bir varlıq olaraq, məsələn, bir tərəfdə elm fəlsəfəsini araşdırmaq, digər tərəfdən qeyri-səlis məntiqlə bağlı tədqiqat işləri aparmaq və bu tərəfdə siz tərcümə işləri də görürsünüz, esselər və yaradıcılığınız da davam eləyir. Necədir? Yəni, o beyni təfəkkürü fərqli, amma əslində sizin də vurğuladığınız kimi bunlar bir-birindən reallıqda fərqli deyil. Bəlkə də o təhriflər və təriflər bu nəticəyə gətirib çıxarıb. Bunun o bir günlük vaxt dediyimiz məhfuma necə sığdırırsınız? Bir günlük əgər götürsək, biz belə də ölçü kimi bir günlük götürsək, elə olur ki, mən həmin günü daha çox elmi tədqiqat işinə sərf edirəm. Əhval-ruhiyyədən asılıdır və yaxud da ki, dünyaya o ideya ki var, doğulmalıdır, gəlməlidir dünyaya. Onu məsələn tələsik dünyaya gətirirsən, gətirməsin sənə bir əzab verir. Onda bədii yaradıcılıq qalır arxa planda. Amma elə gün olur ki, daha çox bədii yaradıcılığa sərf edirsən. Əhval-ruhiyyədən asılıdır, psixoloji məqamlardan burada çox şey asılıdır. Amma məsələn mənim özümü yəni
tanıtmağım, özümü ifadə eləməyim bunların hər ikisinin sintezindədir. Yəni bunları bir-birindən ayrı təsəvvür eləyə bilmirəm. Əgər ayrı-ayrı olsa elə bilirəm ki, bir boşluq var həyatımda və ona görə onu çatdırıram. Yəni dünya fəlsəfə tarixinə, yaradıcılıq tarixinə də nəzər salsaq, məsələn çox böyük fəlsəfi sistemlər yaradan alimlər var, həm də çox böyük riyaziyyatçıdır, böyük fizikdir. Əlbəttə, bəli. Məsələn, belə nümunələr, məsələn 20-ci əsrin Bertrand Russell kimi böyük bir düşüncə sistemi yaratmış bir, həm də dahi bir riyaziyyatçı var. Yəni, bunlar kimi dahilər vaxt tapıblar onları həyata keçirməyə. İndi biz də həyatda nəsə, bizim taleyimiz görünür belədir, missiyamız belədir. Əgər bunların hansısı birindəsə köklənib qala bilsəydik, qalardıq əslində. Yəni, bunlar hər ikisi adamda bir tələbat yaradır. Bəs sizin deməli ədəbi müzakirələrdə yaratdığınız cərəyanlar ətrafında müzakirələr də var. Özünüz də bu barədə indi dəfələrlə danışmısınız. Ədəbi suprematizm cərəyanı yaratdığınızı vurğuladınız və əlbəttə ki, bu da hardasa biraz həndəsə ilə, riyaziyyatla bağlı olan rəssamlıqdan gələn bir cərəyandır. Necə oldu ki, o cərəyanı ədəbiyyata transformasiya elədiniz və yaxud da sizin yaratdığınız bu cərəyana indi sizin özünüzdən başqa ən yeni dövrdən yazarları müraciət edirlərmi? Sizcə yaratdığınız bu ədəbi cərəyan bir orijinal bir yenilik kimi Azərbaycan ədəbi diskussiyalarında nə qədər aktualdır? Mən bu məsələ ilə bağlı çoxlu müsahibələrimiz olub, yazılarımız olub. Bu ədəbi fəlsəfi cərəyanı yaradandan sonra əsas məqsəd nə oldu? Bunun ideyası təbii ki, Maleviçin suprematizm nəzəriyyəsindən irəli gəldi. Bir təsviri sənətdə bir nəzəriyyədir. Həndəsi fiqurların fəlsəfəsinin, abstraksiyasının rəssamlığa, təsviri sənətə gətirilməsi mexanizmi üzərində qurulub, tendensiyası üzərində qurulub o nəzəriyyə. Mən sadəcə oradan ideyanı götürmüşəm. Və onu düşündüm ki, ədəbiyyatda məsələn bu cərəyan yoxdur. Və bunu sistemləşdirdim, bir nəzəriyyə halına saldım. Burada təkcə söhbət riyaziyyatın bədii yaradıcılığa gətirilməsi mexanizmindən söhbət getmir. Ümumiyyətlə elmi informasiyanın, elmi faktın deməli ədəbiyyatda fəlsəfə vasitəsilə ədəbiyyata gətirilməsi, deməli texnikasından söhbət gedir. Yəni bir şəxs məsələn biologiyanı yaxşı bilər və onun üzərində hadisələrə, onun fəlsəfəsi üzərindən hadisələri bədii nəyə çevirə bilər, məhsula çevirə bilər. Başqa biri riyaziyyat üzərindən, başqa biri fizika üzərindən. Bilirsinizmi? Bu mənim ədəbi suprematizm ümumi elmi informasiyanın, təbii ki, mən indi riyaziyyatçı olduğuma görə daha çox o mövzular, fizika ilə, riyaziyyatla bağlı mövzuların daha çox ədəbiyyatda fəlsəfi düşüncə vasitəsilə ifadəsinə yol verirəm yaradıcılığında. Məsələn, qeyri-səlis məntiq, fəlsəfə və ədəbiyyat, ehtimal nəzəriyyəsi, fəlsəfə və ədəbiyyat, nisbilik nəzəriyyəsi, fəlsəfə və ədəbiyyat və tutaq ki, fəlsəfənin özünün məkan, zaman, sonsuzluq və s. kimi həm elmin bu kateqoriyalarıdır. Müəyyən elmlər bu sahə ilə məşğul, həm də fəlsəfə, həm də onların bədii yaradıcılıqda ifadəsi. Yəni bax, həmin o cərəyan, siz dediyiniz cərəyan ideya olaraq götürülüb, amma yeni bir konsepsiya qurulub, nəzər əsaslandırılma verilib və o nəzər əsaslandırmanın tərkib hissəsi olan mövzular da mövcuddur. Hələ bu gün də o mövzular davam eləyir. Məsələn, müasir tendensiya, eksistensializm və postmodernizmin son vaxtlar qeyri-səlis məntiq kontekstində fəlsəfi təhlilini vermişəm. Yaxşı elmi dərgilərdə çap olunub. Məsələn, eksistensializmin qeyri-səlis münasibətlər kontekstində iyun ayında idi, səhv eləmirəmsə, Madriddə keçirilən beynəlxalq elmi konfransda materiallarında yer aldı o tədqiqat işi. Postmodernizmlə də bağlı o kontekstdə, yəni bilirsiniz də yeni bir cərəyandır. Ədəbiyyatın həm də bu bir fəlsəfədə, mədəniyyətdə bir təlim olaraq həm də ədəbiyyatda böyük bir xətt yaradıb, istiqamət yaradıb. Yəni bunun məşhur nümayəndələri var, bilirsiniz, eksistensializmin, postmodernizmin və s. və bunlar bax belə tendensiyalarla müşahidə olunur. Elm, fəlsəfə və ədəbiyyatdan danışdıq, elm və fəlsəfənin əlaqəsindən və ədəbiyyatda ifadəsi konsepsiyasından danışdıq. Bir bədii nümunə, kiçik bir bədii nümunə elə bil o fikrimizi tamamlayacaq. Monizm.
Monizm bilirsiniz ki, bir fəlsəfi təlimdir, ilkinliklə bağlıdır, tək vahidlə bağlı olan bir fəlsəfi təlimdir. Adını da mahiyyətə görə elə qoymuşam. Monizm. Kənd evimizdə yenə də payız. Payızda ağaclar, quşlarda payız. Ağaclarda, quşlarda zaman nəsə dəyişib. Axı ağaclar daha çox tanıdar dəyişmələri, bir də çiçəklər. Onların öz zamanı hamıdan fərqli. Gündüz açıb, axşam solanlar. Nəsə dəyişib deyəsən, yox olub yaşıllıq, dayanıb bir mövcud olma, yerində başqası, yaşıl sarıya çevrilib tədricən. Eyni ağaclar deyilmi indi rəngini dəyişən? Bəs yaşıl hanı? Sarıda gizlənib sadəcə. Eyni cür dəyişmələr bildirir bütün ağaclar eyni ağac dəslində. Ümumi olandan qopub tək-tək düşüblər torpağa, bir qədər fərqli formalarda. İnsanlar da ağac kimidir elə. Heç kim inanmasa da mən dəqiq bilirəm. Bir olub və ayrı düşüblər nə vaxtsa. İndi o bir olan gizlənib hamının içində. Tutaq ki, roman yaradıcılığında, nəsrdə bəlkə biraz o riyaziyyat, poeziya ilə yanıla da bilərəm. O axıcılıq və digər məqamlarda əlaqəlidir, amma nəsrdə o necə ifadə olunacaq sizcə? Məsələn, biz ən yeni dövr Azərbaycan ədəbiyyatında bizim yazarlarımız, həmkarlarımız, dostlarımız baxırıq. Məsələn, onlara nə qədər fayda verəcəksin bu yanaşmanız? Bilirsiniz, bu cərəyan yaranandan sonra mənim tələbələrim, Yaradıcılıq Fakültəsində mühazirə oxuduğum tələbələrinin bir neçəsi elmin fəlsəfəsi ilə bağlı həm esse, həm şeir yazanlar oldu. Məsələn, belə nümunələr var. Məsələn, bir tələbəm var, Xanım Aydın, onun məsələn bu səbkdə yazıları oldu. Gülnar İsrafil var, onun yazıları oldu. Və bu cərəyan, sual verdiniz, akademik sferada, yəni buna münasibət var, yoxsa yox? Mən belə anladım. Yəni, həm akademik sferada, həm də ədəbi sferada müraciətlər varmı? Ədəbi sferada mən elə başa düşürəm ki, gənclər yeni ədəbiyyata gələn və yaxud da ki, bu tendensiyanın müəyyən, belə deyək də, aspektlərindən istifadə eləyirlər. Mən onu hiss edirəm. İndi bir neçəsinin adını çəkdim. Bəlkə də bu siyahını biraz da artırmaq olar. Amma akademik müstəvidə ədəbiyyatşünas alimlərimizin, hörmətli məsələn Elnar Hakimovanın, millət vəkili ədəbiyyatşünası, onun mənim yaradıcılığımla bağlı, məhz o cərəyan üzərində qurulmuş, o konsepsiya üzərində qurulmuş yaradıcılığımla bağlı təhlil yazısı oldu. Ədəbiyyatşünas alim Mehman Qaraxanovun yazısı oldu. Ədəbiyyatşünas alim Azər Turanın bu ilə bağlı, mən son dövr olan yazıları deyirəm. Belə bir növ təhlil yazıları oldu. Akademik müstəvidə də müəyyən münasibətlər var. Hər halda bir nəzəriyyəni ki irəli sürürsən, konsepsiyanı ki irəli sürürsən, onu inkar edən bir fakt yoxdursa ortada, əsaslı dəlillərlə inkar edən fakt, o invariantlığın qoruyub saxlayacaq yəqin bir müddət. Bəlkə nə vaxtsa daha çox düşüncə mərkəzinə çevriləcək, bəlkə də tədricən sönüb gedəcək, onu bilmək olmur. Hər halda hər bir elmi yenilik, fəlsəfi məsələn sistem, irəli sürülən nəzəriyyə, konsepsiya ya uzun müddət yaşayır, yaşama haqqı qazanır, ya da ki tədricən sönməklə məşğul olur. Bu zamana buraxırıq məsələn. Təbii. Mən elə biləm ki, bir sahədə ki, üzr istəyirəm. Buyurun, təbii. Bir sahədə ki, sən düşüncəni, elmi, onun fəlsəfəsini ədəbiyyatda ifadə eləmək istəyirsən, bu tarixən də belə olub. Tarixən də qalan ədəbi nümunələr əslində elmi, fəlsəfi dünya görüşünün hesabına qalan ədəbi nümunələrdir. Lap özümüzün klassiklərimizdən. Füzuli də, Nizami Gəncəvi də, Nəsrəddin Tusi də və s. lap qədim dövrə gedib çıxsaq, harda elmi fəlsəfi dünya görüş güclü olub hansı əsərlərdə o yaşayır. Məsələn, Füzulinin misrası çox maraqlıdır yanaşması. Deyir, elmsiz şiir əsası yox, divar olur. Əsası yox, divar qayət bietibar olur. Yəni, təxminən bax bu şəkildə, yəni görün Füzuli hansı dövrdə elmlə fəlsəfənin, elmi fəlsəfi dünya görüşü və bu barədə çoxlu müzakirələr aparmaq olar, elm, fəlsəfə, ədəbiyyat, nümunələr gətirmək olar, sonra eyni zamanda mənim konsepsiyalarım haqqında geniş danışmaq olar. Mən hesab edirəm ki, bizim söhbətimizdə belə çıxır ki, bunların davamı olacaq, daha geniş. Təbii, bir gün bu mövzular ətrafında daha geniş müzakirə də apararıq, amma xüsusi bir məqam da maraqlıdır. Hər bir yeni yaranan nəzəriyyənin müəllifi istər fəlsəfi fikir tarixində, istər ədəbiyyatda, istər elmi camiada, həm də öz nəzəriyyəsinin çatışmayan tərəflərini
söyləyiblər, tənqidi mövqe qoyublar. Bu bir növ SWOT analizə də bənzəyir də, güclü və zəif tərəflər. Verilişimizin sonuna doğru sizcə ədəbi suprematizmin zəif tərəfləri nələrdir? Burada artıq riyaziyyatçı kimi yox, bir ədəbiyyatçı kimi mövqe istəyəcəm sizdən. Bilirsiniz, doğrusu mən o irəli sürdüyüm təkcə bu nəzəriyyə konsepsiya deyil, digər konsepsiya və nəzəriyyələr var. Həmişə təkmilləşməyə ehtiyacı var. Nəinki mənim irəli sürdüyüm nəzəriyyə konsepsiyalar və bütün nəzəriyyə və konsepsiyaların daim təkmilləşmədədir. Elmdə həmişə şərtilik var. Yəni bu qaçılmazdır. Eyni zamanda mənim irəli sürdüyüm konsepsiyalar. Bəlkə hər hansı bir düşüncə sahibi gəlib onun boş tərəflərini dolduracaq. Necə məsələn tutaq ki, fizikada nəzəriyyələr var idi, hə? Newton mexanikası gəldi, məsələn, nisbilik nəzəriyyəsi Einstein'in. Onun müəyyən hissələrini doldurmaqla məşğul oldu və s. Belə nümunələr çox görürük. Və yaxud da ki, məsələn, qeyri-sərhəd çoxluqlar nəzəriyyəsi klassik çoxluqlar nəzəriyyəsinin boşluğunu doldurdu, onun özünü xüsusi halına çevirdi. Təbii ki, indi mən dönə-dönə ona qayıdıb təkmilləşmə işi aparmaq bu dəqiqə hazır deyiləm ona. Amma mən bilirəm ki, o həmişə onun təkmilləşməyə ehtiyacı var. Çünki məsələn, mən bugün mənim qazandığım təcrübə, elmi, təcrübə, yəni empirik, həm elmi, həm empirik təcrübə və bilik hələ ki bu səviyyədə dayanmağa mənə imkan verir. Yəni bu şeylərin, bu konsepsiyanı qurdum, bunun nəzərə əsaslandırmasını verdim, bunlara nümunə olaraq mövzular verdim və bu mövzular bugün davam eləyir və mən hesab edirəm ki, artıq bu elmi informasiyanın, fəlsəfəsinin ədəbiyyatda fakt olduğunu həm də mənim bədii yaradıcılığımda bir növ isbat eləyir. Baxmayaraq ki, təbii ki, bütün yaradıcı adamlar kimi mənim yaradıcılığıma da münasibətlər bir mənalı deyil. Ola bilsin ki, mənim nəzəriyyələrimi də, konsepsiyalarıma da, xüsusilə də bu nəzəriyyəmə də bir mənalı deyil, akademik münasibət. Amma hələ ki, konkret olaraq onu inkar edən bir olsa çox maraqlıdır. Bilirsiniz də elmdə polemika yaranar da. Bilirsiniz də elmdə çox maraqlı tərəfi var da. Elm həm özünü təsdiq edən nümunələrlə yox, həm də onu verifikasiya edən, yəni onu inkar edən faktlarla öz təsdiqini tapır. Bu yeni bir elmdə bir metoddur. Yəni elmin falsifikasiya edən. Verifikasiya odur ki, nümunələr tapırsan, göstərirsən, falsifikasiya edən Popperin bir nəzəriyyəsidir. Deyirsən, elmi nəzəriyyə onda daha mükəmməldir ki, onu inkar edən fakt tapılsın. Bu istənilən halda məncə elə düşüncənin hər bir halı üçün önəmlidir ki, bir tənqid, inkar olanda o sənin müdafiə etdiyin düşüncədə mövqələrini daha da gücləndirir. Gücləndirir, həm də kəmli boşluğu doldurur. Yəni onun inkar edən bir fakt ortaya qoyanda sən o boşluğu siz bayaq dediyiniz kimi doldurmaqla məşğul olursan. Əlişir müəllim, təşəkkür edirəm. Çox sağ olun. Əslində bizim bu gün sizlə danışdığımız mövzu çox geniş sahəli bir mövzudur, amma siz təbii ki, cavabda da vurğuladınız. Biz ayrı-ayrılıqda elm və fəlsəfə, elm və ədəbiyyat və yaxud da fəlsəfənin ədəbiyyatla qarşılıqlı əlaqələrinin daha bir neçə aspektləri və digər ədəbi cərəyanlar ətrafında müzakirələr apara bilərik. Hər halda vaxtaşırı mən bura gələn qonaqlarımızın bir çoxuna deyirəm, mövzulara geri dönüş eləyəcəyik və sizin də vurğuladığınız kimi növbəti verilişlərimizdə də qonaq edəcəyik. Çox sağ olun, təşəkkür edirəm. Mən təşəkkür edirəm diqqət ayırdığınıza görə. Çünki yaradıcı adama, elm adamına diqqət ayrılması həm də özünə qiymət kimi qarşılanır və çox mən də minnətdaram bütün heyətinizə, yaradıcı heyətinizə, texniki heyətinizə təşəkkür edirəm. Var olun. Xatırladım ki, bugün arxa planda mənim qonağım riyaziyyatçı, filosof, şair, esseyist, tərcüməçi, yazar və fəxri professor Əlişirin Şükürlü idi. Biz elm və fəlsəfənin ədəbiyyatla qarşılıqlı əlaqələrindən danışdıq. Hər bir halda həmişə dediyim məqama bir daha toxunmaq istəyirəm. Çünki fəlsəfə mənim üçün həssas və incə məqamdır. Fəlsəfi dünya görüş təfəkkür deməkdir. Fəlsəfi dünya görüş düşüncə deməkdir. Fəlsəfi dünya görüş inkişaf deməkdir, tərəqqi deməkdir. Çalışın həyatınızın hər hansısa bir hissəsində az da olsa fəlsəfəyə yer ayırın. Sağ olun, salamat qalın. Sağ olun.